Salam dəyərli izləyicilər, hər birinizi salamlayıram. Bildiyimiz kimi bugün 5 aprel 2026-cı il buraxılış imtahanı keçirildi 9-cu sinif üçün 1-ci zona. Əslində bütün sualların izahını vermişdik. Məsələn, canlıda izah eləmişdik. O bitdi uşaqlar. İzah elədik, bitdi. Sonra yanlışlıqla əlimdə idi uşaqlar. Başqa bir videonu silərdim. Canlını sildim. Ona görə bütün sualları yenidən izah eləyəcəm. Bu sondakı suallarda da 2 sual. Biri 79 və biri 80. Bu sualların səhv olması ilə bağlı fikir bildirirlər müəllimlərin bir çoxu. 79-cu sual səhvdir, bəli. Niyə görə səhv olduğunu deyəcəm, amma 80-ci sual mən bir nöqsan görmürəm. Hər şey qaydasındadır. Yəni 80-ci sualda bir problem yoxdur. Amma 79-cu sual həqiqətən də problemli sualdır. Qısaca uşaqlar sürətli şəkildə bir-bir izah eləyəcəm. 57. İndi sonda da yəqin ki uşaqlar çox çəkməz video izahımız. Sonda da fikrimi deyəcəm, ümumi fikrimi imtahan haqqında və 12 apreldə, 26 apreldə necə olacaq onun haqqında. Deməli 30 hektardan 42 artırılıbsa 12 hektar artıbdır. 12-ni bölərəm 30-a, vuraram 100-ə. Bundan bu gedər, bundan da bu gedər, 40 qalar. 40% deməli artar B bəndi. Çarpaz vuranda 36, 48 olur. X də bərabərdir -16 D bəndi. Sürətdə eləyəcəm dediyim kimi, çünki yazmışıq bu sualları bayaq. Hər birinizdə baxmısınız. Bərabərdir 21, X bərabər olur 3-ə, X üstüsə Y də olur 6, 3, 6 D bəndi. 60. K-nın hansı qiymətində uşaqlar? 90-da 4K çıx 4 üstə gəl. 90-da K4 çıx K. Çıx K bəli. Olacaq 40 üstə gəl K çıx 4 üstə gəl, bu sürətdir. 10K üstə gəl 4 çıx K. Məxrəcdə ikisində də eyni olduğu üçün birləşdirdim. K'lar gedər, 4'lər gedər. 10K plus 40 kiçikdir 90. Çünki düzgün kəsir deyir. 10K kiçikdir 50, K da kiçikdir 5. Oldu A bəndi. Daha doğrusu A bəndi yox, üzr istəyirəm. 5-dən kiçik deyil uşaqlar. 5-dən kiçik ən böyük qiymət 4-dür D bəndi. 61. Düz xəttdən 4 sm məsafədə yerləşən nöqtədən bu düz xəttin hər birinə uzunluğu 5 olan 2 mail çəkilib. Bu 4-dür, 5-də bura 3-dür. Bərabər yanlı olduğu üçün burada 3 olur. Burada oldu 6. Həqiqətən də uşaqlar rahat sualdır bu. Bu sual bizim sınavımızda var idi. Neynisi? Uşaqlar burada A-ya 5M, B-yə də 5N deyərik. Vuranda 25 dənə MN bərabərdir 75, MN bərabərdir 3. MN 3-dürsə, hansı ədədlərin hasili 3-dür? 1 ilə 3. Bu olur 5, bu olur 15. Cəmin soruşur, 20, A bəndi. 63. Vurub atanda bu 4x kvadrat çıx 1-dir. Bu da çıx 4x kvadrat üstə gəl 12x bərabərdir 35. Bunlar getdi 1 sağa 12x 36 olur. X də olur 3. B bəndi. 64. A 4-də 1 olarsa, bu sualda canlıda izah eləyə bilməmişdim. Çünki görünmürdü. 4A qalır. Mənfi 2 hansı 6A gələndə. O da bərabərdir 3 üstü 4 vurulsun 4-də 1. Qaldı 3. Təkcə 3. Təkcə 3 hansıdır? Yəqin ki, Y variantıdır. Bəli, Y variantı qalır. Y variantında düşməyib, yəqin ki, odur. Dairənin radisi 5 dəfədirsə, sahə kvadratından da 25 dəfədir. İndi uşaqlar, həqiqətən də çox rahat sual deyilmi bu? 14 ilə 7. Yəni, bəzi uşaqlar yazmışdılar ki, qapalılarda çox çətindir. Nəyə çətindir uşaqlar bu sual? Bu 2 vur 5 eləyir. Çıx 16-dan 4 çıxır. 2 vurulsun 3. 10-dan 4 çıxar. Üstə gələr 6. 10-dan 4 çıxaram 6 eləyər. Üstə də 6 gələndə 12. Yəqin ki, burada 12-dir. 30 ilə 36 nə bu? Uşaqlar elə 6-dır. Y bəndi. 69. Qrafik üzərində yerləşən funksiyanın ordinatı 3 olarsa, ordinat Y-dir. Y 3-dürsə bərabərdir 5x çıx 17. 5x bərabərdir 20, x də 4-dür. Bu da yəqin ki, Y bəndidir. 70. Kubun neçə tili var? Bir dəqiqə, 12. Səhv yazırdıq az qala. 71. Hə, uşaqlar, bu sualda da çox uşaq səhv eləyib. Deməli,
Həsən, Əli və Vüqar. Həsən, Əli, Vüqar. Yarışmada Həsənin qazanma ehtimalı Vüqarın qazanma ehtimalının 7 misli. Həsənin qazanma ehtimalı Vüqarın qazanma ehtimalının 7 misli. Əgər Vüqarın qazanma ehtimalı x-dırsa, Həsənin qazanma ehtimalı 7x-dir. Əlinin qazanma ehtimalından 2 dəfə çoxdur. Onda buna da deyərəm 3/5x. İndi bizə deyir ki, əlinin qazanma ehtimalı. Əlinin qazanma ehtimalını bölərəm ümumi halları hamısının cəminə. O 10/5, 11/5x. X-lar ixtisar qədər 10-a vuraram. 35/115. 5-ə də böləndə yuxarıda 7 qalır, aşağıda 23. D bəndi. 72. İfadəsinin kəsrini ixtisar eləyin. 4 vurulsun 12 üstü n. Bu 3 üstü n çıx 1 vur 2 üstü 2n plus 1. 4 vurulsun. 4'ü yazaram 2 üstü 2. 12 üstü n'yi də yazaram. 4 üstü n vur 3 üstü n. Böl 3 üstü n çıx 1 vur 2 üstü 2n çıx 1. Deməli 4 üstü n 2 üstü 2 yazaram. Olacaq 2 üstü 2n plus 2 vur 3 üstü n. Aşağıda da 2n üstü 2n minus 1 vurulsun 3 üstü n çıx 1. Yuxarıdan aşağını çıxaram. Bölünəndə qüvvətlər çıxılır. Burada 2 qalar, burada da 3. Hasil də elədi 6. 73. Deməli A çıx B-nin 4 misli. 4 vurulsun A çıx B, bu da 2x plus 8. Bərabərdir birləşmə hamısının cəmidir. Toplayanda 5, 9x üstəgəl 10, deməli 9, 14. 8x plus 32 bərabərdir 9x plus 14-ə. 8x'i sağa keçirəndə x qalacaq, 14'ü sola keçirəndə 18. X 18'dir, B çıxanı, yəni buranı soruşur. 4 vur 18, üstəgəl 5. 72 isə 5 gələndə 77. 74. İndi də bu sual düşməyib. Yəqin ki, bura A-dır. Deməli, AB bərabərdir OC-yə 6'dır. AO bərabərdir 5'ə. B bərabərdir D-yə. Alfa, alfa. Digər bucaq beta, beta. Fi, burada fi. CD-ni soruşur bizdən. CD-də x-dir. Beta'nın qarşısındakı 6'nın, beta'nın qarşısındakı x-a. Alfanın qarşısındakı 5'in. Burada da alfanın qarşısındakı yoxdur. Məcbur. Bizə dəqiqə nəyə səhv yazdıq? Hə, burada alfa ilə fi'nin yeri dəyişikdir. Bura alfadır, bura fi'dir. Çünki B D-yə bərabərdir. Burada da o zaman 6'ya nisbət olacaq. 5x bərabərdir 36. X də bərabərdir 7,2. 75. Bu da çox rahat sualdır. Deməli, AB 6'dır. Bura 90 dərəcədir. AM 12'dir. İndi uşaqlar, bu 90 dərəcə olduğu üçün deməli, bura 30 dərəcə olub ki, qarşıdakı katet bunun yarısıdır. O zaman bura 60 dərəcə qalır. Toplam 90 olduğu üçün bura 30 qalır. Bura 90 olduğu üçün burada yenə 60 qalır. Bizdən də bunu soruşur. Birinci gün 40% işlənib. İkinci gün əlavə 5% də oxunub. Toplamda oxunub 45%. Yerdə 55% qalıb. 55% də 110'dur. 100% x. 55x bərabərdir 110 vur 100. Bundan bu getdi 2 qaldı. X oldu 200. Toplam 200 səhifəlik sualdır. Kitabdır daha doğrusu. Uşaqlar, çox rahatdır əslində. Bunlar ixtisar gedir. Sadəcə bunlar mənfi ədədlər olduğu üçün işarə dəyişəcək. 5/5. 5/5-dən böyük ən kiçik ədəd də 6'dır. Gəldi 70. Neçəyə baxdıq biz? 77. İndi 78'ə baxaq. Deməli uşaqlar, bu sualda belə həll edirik. 85 ağac əkilibsə, 84 dənə parça var burada. Parça sualdır. Hər birdə x olsun. Və sayda hamısını yaza bilmərəm təbii ki. 84 dənə hissə var. Və bu 84 dənə hissə 3-4 nisbətində bölünüb. 3k plus 4k bərabərdir 84. K olacaq 7k 84'dür. K oldu 12. İndi burada S nöqtəsi var daxı. Bu A'dır, S'dir, B'dir. S'yə qədər 3k'dır, sonra da 4k'dır. 3'ü 12'yə deməli burada 36 dənə hissə var. 36 dənə hissə varsa 36 hissə üçün 37 dənə ağac bastırmaq lazımdır. Deməli bu 37-cidir. Gəldik 79'a. 79'u buradan yazıram uşaqlar. 79'da ikili hal var. 2 hal var. 2 hal mümkündür. Deyəcəm hansı hallardır.
Çox əksər müəllimlər sadəcə bir halı deyib keçib, mümkünsüzlüyünü göstərib. Mən iki halın ikisinin də mümkünsüz olduğunu göstərəcəm. Bura 7-dir, bura 28. İti bucağın diagonal çəkdim, tənbölən oldu. Alfa, alfa. Bura da alfa olacaq. Bərabər yanlı olduğu üçün bura 7 olur. İndi uşaqlar, bizə deyir ki, oxşardır, üçbucaqlar oxşardır. Bizim iki halımız var. Bir, bura alfa olar, bura beta. Baxın, bura alfa olar, bura beta. Onda o zaman da bura beta olacaq. İndi diqqətindən baxın. Bərabər yanlı olduğu üçün burada 28 olmalıdır. Bu da bərabər yanlıdır çünki. 28, 28, 7, 7. İndi uşaqlar, normalda düzgün görünür. Bu zaman cavab 28, 28, 56 plus 14 deməli 70 eləyir. Amma belə bir məsələ var ki, bu fiqur artıq trapesiya deyil. Çünki diagonal ikisi də tənbölən olur, iki bucağın ikisində tənbölən olur. Bu tərəf bu tərəfə, bu tərəf bu tərəfə bərabər olur. Əslində bu fiqur belədir. 7, 7, 28, 28. Bu artıq trapesiya olmur, dörd bucaqlı olur. Digər dörd bucaqlı ola bilər. Trapesiya olmayacaq. Ona görə bu hal yanlışdır. Digər halda isə bura beta, bura alfa olur. Bu zaman isə bura 1x deyirik, bura 28-dir. İndi nisbətləri yazaq. Bu zaman bərabər yanlı olduğu üçün burada x olmalıdır. Oxşarlığı yazsaq, alfanın qarşısındakı 7-nin, alfanın qarşısındakı x-a nisbəti, betanın qarşısındakı x-in, betanın qarşısındakı 28-ə nisbəti. Burada x kvadrat bərabərdir 196, x də bərabərdir 14. O zaman bura 14 olur. Hər şey qaydasındadır. Bunu da toplayanda 56 eləyir. Amma bir dənə problem var. Üçbucaq bərabərsizliyi burada pozulur. 7 ilə 7 14 eləyir. Buna bərabər ola bilməz. Böyük olmalıydı. Ona görə də normalda həll qaydası 56-dır. Dim böyük ehtimaldan 56-nı doğru cavab kimi götürəcək. Əlavə olaraq da xeyrinizə hesablanmayacaq uşaqlar. Bunu başdan deyim. Dim həyatı boyu heç zaman öz səhvini qəbul eləməyib. 56-nı qəbul eləyəcək düzgün cavab kimi. Bir də belə bir trapesiya yoxdur. Cavabını da qəbul eləyəcək. İki halı qəbul eləyəcək. Xeyrinizə hesablanacağını düşünmürəm. Çünki illər əvvəl də baş verib, dəfələrlə baş verir və dim çox təəssüf olsun ki, bizim Azərbaycanda bu tip şeylərdə heç bir qurum öz səhvini qəbul eləmir. Dim də geri qalmır. Səhvini qəbul eləməyəcək. Və səhvini qəbul eləməyib növbəti zonalara da 12 apreldə də, 26 apreldə böyük ehtimalla bu tip bir sual salacaq ki, yeni sual tipi kimi cavab belə bir fiqur mümkün deyil, bu yanlışdır və sual tipi olaraq belə bir şey salacaq. Böyük ehtimalla elə olacaq. Gəldik 80-ə. Uşaqlar, 80-ci sualda heç bir problem yoxdur. Düzdür, vuruqlara ayıranda x-2 vuruq olaraq burada yaranmır. Müəllimləri haqlıdır, rad bildirən müəllimlər haqlıdır. Amma sualın şərtində vuruqlara ayrılıb deyə bir şərt də yoxdur. Yəni, mütləq deyil vuruqlara ayrılsın. Mən bütövün sahəsindən, yəni bundan, baxın bundan, bunu çıxsam, fikir verin, x kublar gedər. 2x kvadratdan 1-in çıxanda x kvadrat qalır. 8x-dan 12x çıxanda çıx 4x qalır, plus 4. X çıx 2-nin kvadratı qalır. Yəni, o zaman bura x çıx 2 ola bilər. Deməli, m də x çıx 2-dir. Yəni, sualın şərtində bir problem yaşanmır. İstənilən ədədi yazaraq da yoxlaya bilərik. Deməli, x çıx 2 sıfırdan böyük olduğu müddətcə hər zaman doğrudur. Hətta burada 2/5 cavabı, 2/2 cavabı da ödənilir. Amma bizə şərtdə tam dediyi üçün biz 3 götürəcəyik. Yəni, x böyükdür 2, x da bərabərdir 3. Yəni, cavab oldu 3. 81-i də ki, artıq eləmişdik. Tam kvadrat ayırmaq lazımdır. X kvadrat plus x üstə gəl. X-in əmsalı 1-dir. Yarısı 2 eləyir. 2-də 1 eləyir. Kvadratı 4-də 1. Biz 4-də 1 əlavə eləyib çıxırıq. Suallardan yazmışıq. Artıq çox detalına girmirəm. 5y. 5-in yarısı 5/2. Kvadratı 25/4. Çıx 25/4. Bərabərdir 29/5. Bu uşaqlar tam kvadratdır. X plus 2-də 1-in kvadratıdır. Bu getdi. Ehtiyac deyil də çünki. Üstə gəl. Y çıx 5/2-nin kvadratıdır bu. Və üstə gəl, daha doğrusu çıxılsın, -4-də 1, -4-də 25, -4-də 26 eləyir. Bərabərdir 29/5. Bu ikisi getdi. Bunu da sağa keçsin. İkisi getdi deyəndə əslində getməyib, qalıb yerində. Sadəcə lap qalsın yerində, getməsin. Sağa keçsin, 29/5-in üzərinə gəlinəcək. Bu da eləyir 6/5. Bu da oldu 36. Bilirik ki, bu r kvadrata bərabərdir. R də olur 6. İndi radius 6-dırsa, biz çevrənin daxilinə bizə deyir ki, bunun daxilinə bir dənə kvadrat çəkək. Uşaqlar, bilirik ki, kvadratın
diaqonalı ilə çevrən diametri üst-üstə düşür. 6 6-dırsa, bura olur 12. Diametri diaqonalı oldu 12. Sahə düsturu var idi. D kvadrat böl 2. 144 böl 2 72. Cavab oldu 72. Yəni uşaqlar, ümumilikdə bütün sualların izahını yenidən verdim ki, həm kanalda olsun bütün sualların izahı. Çünki öncəki video yanlışlıqla silindi. Həm də ki uşaqlar, 79-cu sualda orada mən fikir verməmişdim izah eləyəndə. Bu halı cavab 56 kimi götürmüşdük. Amma sonradan fikir verəndə həm də uşaqlar da rəy yazdılar. 2 halın ikisində də 79-cu sual səhvdir. Amma 80-ci sual səhvliyi yoxdur uşaqlar, qaydasındadır. Sadəcə bir səhv sual var. Məsuliyyətsizlik, diqqətsizlik, savadsızlıq eləyib sualı hazırlayan şəxs kimdirsə, dimin nümayəndəsi. Amma dediyim kimi qəbul eləməyəcəklər böyük ehtimalla. Siz ümidlənməyin ki, xeyrinizə hesablanır. Ümidlənməyin, hesablansa əla olar, amma inanmıram hesablansın. Bu qədər uşaqlar. Bizim sınaqlarımız davam edəcək. Ödənişsiz sınaqlar qrupumuz. Normalda ödənişli olan sınaqlar qrupumuzu ödənişsiz eləmişik. Qoşulun bu sınaqların, sualların böyük əksəriyyəti orada var idi. Qoşulun faydalarının 26 aprelə qədər davam edəcək. Ondan ötürü də 070 988 49 99 adlı bir KAMAZ nömrəmiz var. Buna yazın, qoşulacaq. Əlavə olunacaq sərberiniz. Sağ olun uşaqlar, uğurlar.